Avropada rekord istilər qitənin ən böyük maliyyə sistemlərini təhlükə altına qoyur. Araşdırmalar göstərir ki, dözülməz bürkü iş fəaliyyətini iflic eləyir və yaxın 5 ildə təkcə Fransaya 240 milyard dollar ziyan vura bilər. Avropa Mərkəzi Bankı isə artıq həyəcan təbili çalır. Avropa son illərin ən anormal isti yay mövsümünü yaşayır. Demək olar ki, hər gün yeni bir temperatur rekordu qırılır. Küçəyə çıxmaq, nəfəs almaq getdikcə çətinləşir, amma bürkü təkcə insanları yox, Avropa iqtisadiyyatına da ciddi şəkildə, belə deyim, tərlədir. İstilər qitənin ən böyük maliyyə sistemlərinin resurs qənaətinə və ciddi itkilərə doğru sürükləyir. Və qeyd edeyim ki, bəzi araşdırmalara görə vəziyyət heç də ürək açan deyil. Əgər hər şey bu templə davam edərsə, 2030-cu ilə qədər kəskin isti hava bəzi ölkələrin ümumi daxili məhsulunu 7% bütövlükdə aşağı sala bilər. Səbəb isə sadədir. Anormal temperatur fonunda işçilərin əmək məhsuldarlığı kəskin düşür, soyutma sistemlərinə tələbat isə kosmik sürətlə artır. Bəs ən böyük zərbə kimə dəyə bilər? Siyahının başında Fransa dayanır. Yaxın 5 ildə Paris bu istilərə görə düz 240 milyard dollar itirə bilər. İkinci yerdə isə İtaliyadır. Romaya dəyəcək zərərin 147 milyard dollar olacağı gözlənilir. Onların ardınca Almaniya və İspaniya gəlir. Müqayisə üçün deyək ki, qlobal istiləşmə olmasaydı hazırda dünyada adam başına düşən gəlir 20% və daha çox ola bilərdi. Avropa Mərkəzi Bankı isə artıq həyəcan təbili çalır. Qurum bəyan eləyir ki, hökumətlər fəsadları böhrandan sonra aradan qaldırmaq taktikasından əl çəkməlidir. Şəhərləri, binaları və infrastrukturu indidən bu dözülməz istilərə uyğunlaşdırmaq, yəni əvvəldən uyğunlaşdırmaq lazımdır. Başqa sözlə iqtisadi tənəzzüldən qorunmağın tək yolu iqlimə qarşı vaxtında və ağıllı adaptasiya addımları atmaqdır.